Xanım əvvəllər bizə onurğada olan problemlərlə müraciət edir və çox da gözəl nəticələrimiz olub həqiqətən. Bugün isə Ofeliya xanım bax gördüyünüz kimi belə bir simptomla müraciət edibdir. Yine absesdir. Yəni bu əlbəttə ki, cərrahın qoyduğu diaqnoz daha önəmli olar. Ofeliya xanım kimisə hansısa bir mütəxəssis yanında oldunuzmu? Baxdı, məni göndərdi UZ-yə. UZ-də də qız baxdı, hər yerimi yoxladı, daha doğrusu. Şey də var, kağızı da var. Bəli. Dedi, get yenə biraz şeylər qoy, yenə yığılsın, gəl kəsək. Dedi əməliyyat olmalıdır da. Yəni balacalaşmasa bu boyda diametrdə diş kəsmək mümkün deyil. Burada daha çox Qarabağ xalq təbabəsindən istifadə edəcəm. Bu da ki, məlhəmlərdən ibarətdir. Yəni o məlhəmlər də xüsusi məhsullardan hazırlanır ki, və sonu sizinlə paylaşılacaq. İrinin içərisinə, iri mühtəviyyətin içərisinə bax belə bir görürsünüz, belə bir səhifə çıxıbdır. Bu kapsuladır. Xaric oldu. Osteopatik müalicədən, Qarabağ xalq təbabəti müalicəsindən sonra, qoyulan zəllərdən, məlhəmlərdən sonra, yəni baba görürsünüz belə bir formada və bu çıxmaqda davam eləyəcək. Hələ bunun içərisində bu kapsulanın bir hissəsidir. Davam eləyəcək və bu yara gördüyünüz kimi artıq qurtarmaq üzrədir, sona gəlmək üzrədir. Allahın izni ilə sağalacaq.